O adam ki oruçlu, əgər ağzının suyun uta işgalı yoxdur. Əlin vır ağzının içinə çıxarda işgalı yoxdur. Vəli əgər hər nə ilə, əli ilə, ayrı bir şeylə ağzının suyun çıxarda eşiyə, təzədən apar ağzının içinə, o orucun işgalli elər və məgərin ki o su o qədər az ola ki itə ağzının suyun içində. Odur məsələn bəzilər xəyyatizat eləyəndə, bir şey tikəndə o sapı gətirib nə qayırırlar, ərz olsun ki ağzına büzür çəkir. O orucuna problem yaradır. Ya məsələn fərz eləyiz ki biz bir şey vərəq vuranda əlimizi ağzımıza vuruyor, o su ki barmağa gəlir təzədən vurur o ağzımıza. Bunları gərək diqqət eləyək ki o oruç halında bu işləri görməyək, oruca işgalı var. Əgər biri dodağı qurur, bəzilər belədir, oruç tuturlar, şayət də çox adam belə olar, dodaqları qurur. Ona gətirib bir yağ vururlar. O yağ ki dodağa vurulur, orucu batil elə ya yox? Ha? Nə olsa, ussa. Da yağ vurur, yap geçək dodağın canına da. Əgər keçsə ağzına düzdür, ağzına birdən geçsə, ussa işgalı var. Vəli noən o cür olmur, o da işgalı yoxdur. O ki xanımlar vururlar, o kırmızı şey nə mənədir? Ha? Pamada vururlar bəzəməyə görə. Ha, ondan vururlar. O da işgalı yoxdur, məgərin ki onun elə bil o deyilər zərrələri ayrılıq gedə ağza. O yağ kimində ölçü vuruyor. Əgər o zərrələri ayrılıb getsə ağza, ussa işgalı vardır. Bir məsələ də deyim, oruca görədir. O da bu ki namazda biz qunut tuturuq. Qunutda dua edirik, düzdür? Ya axır səcdədə məmulən dua elərik. Bu duanı olar ki türkü dileyəcək deyiləyək ya yox? Olar. Olar, bəli, olar. Olar, türkü dileyəcək də dua elə. Əlbəttə, hamımız bilirik, ən yaxşı dua, gözəl dua, ali dua imamların dualarıdır. Ki qunutda da onu oxuruq, ərəbi dileyəcək. Vəli, türkü, farsi, ingilisi, hər dilləndə olar ki adam dua eləyə, salavat hədiyyə eləyək. Sallallahu. Mərhum Şeyx Müfid bizim ən böyük alimlərdəndir. Yuxuda gördü ki Həzrəti Zəhra salamullahi aleyha İmam Həsənin, İmam Hüseynin əlindən yapışıbdı, gətirdi Şeyx Müfidin yanına və Şeyx Müfiddən istədi ki bunlara dərs öyrədə. Sabah sübh durdu gördü mərhum Seyyid-i Rəzinən, Seyyid-i Murtəzanın anası, ola da Seyyid idilər də, anaları iki uşağın əlindən yapışıb, gətirib Şeyx Müfidin yanına deyib bunları dərs öyrət ki, ikisi də Şeyx Müfid ki bizim çox böyük alimlərdəndir, həm elmi cəhətdən, həm əməli cəhətdən. O hədd biləxərə muridi inayət idi ki, İmam Zaman əleyhissalam dünyadan gedəndən sonra gəlib qəbrinin üstündə yazı yazdı onun fəraqında və qəbri də ərz olsun ki İmam-ı Musa ibn Cəfər, İmam Cavad əleyhissalamın o bargahındadır, onlar ki müşərrəf olublar, görüblər. O iki buzurgəvarı Seyyid-i Murtəzi ilə Seyyid-i Rəzini mərhum Şeyx Müfid aldı ətəyinə və tərbiyyət elədi. İkisi də ən böyük alimlərdən oldular. Həm Seyyid-i Murtəza çox böyük alimdir, həm Seyyid-i Rəzi. Seyyid-i Murtəza böyük qardaşdır. Seyyid-i Rəzi də həm fiqhdə, İslami elmlərdə, məxsusən Seyyid-i Rəzi ərəb qrammatikasında
ən böyük şəxsiyyətlərdəndir və o elmidə də kitabı da vardı, mühüm bir kitabı da vardı. Mərhum Seyyid Rəzi 400-cü ildə, qəməri illəri ilə 400-cü ildə bu Həzrəti Əli əleyhisselamın sözlərini yığdı və adın qoydu Nəhcül Bəlağə. Nəhc yəni yol, bəlağət də yəni gözəl danışmaq, yerində danışmaq. O sözləri ki, Əli əleyhisselamdan ən gözəl sözləri idi, ən yaxşı idi. Yəni bütün Həzrəti Əlinin sözlərini yığmayıb ora. Həzrəti Əlinin ondan sonra da sözləri var, xutbələri var. Həzrəti Əlinin xutbəsi vardı, xutbə oxuyub nöqtəsiz. Yəni xutbə oxuyub Həzrət, içində heç nöqtə yoxdur. Əlin adam istəyir danışa, nöqtəsiz bir, şayad 2 sətir danışanmaya. Bir xutbə oxuyub özü də bir dəfə, nəinki məsələn otura qəblən fikirləşə yazış. Biz ələn oturub fikirləşsək da, mən fikirləyəm 100% də olmasa 95% yazan mərük. Xutbə Həzrət oxuyub əlifsiz. İçində heç əlif hərfi yoxdur. Bu da yenə çox çətin işdir. Əlif əslən olmuyor. Biz ələn nə danışıyoruz? Məmulən içində bir sətirdə, bir cümlədə əlif vardı. Hamısını yığmayıb mərhum Rəzi. O şeylər için ona rast gəlibdi və fəsihdir, bəliğdir, ali sözdərdir. Onları mərhum Rəzi yığıb, olub Nəhcül Bəlağə. Nəhcül Bəlağə ərz olsun, mən istəyəm biraz tozih verəm, çün tofiq olsa inşallah istəyəm biraz Nəhcül Bəlağədən sizə bu cələsələrdə oxuyam. Nəhcül Bəlağə deyirlər ki, fوق kəlamil məxluq, dunə kəlamil xaliq. Məxluqatın, bəşərin tamam sözlərindən ən yuxarı söz Nəhcül Bəlağədir. Fəqət Allahın sözündən nə mənədir? Aşağıdır. O da deyirlər, əxul Qur'an. Nəhcül Bəlağə Qur'anın qardaşıdır. Mr. Kernikoy İngilisi bir şəxsdir və ustaddır əlbəttə. Ərəb qrammatikasında ustaddır. Hindun danışgahında, Əli Nəgər danışgahında. O bir cəmlə ki, bundan gəlmişdilər, danışırdılar və cələsələri var idi. O cəmdə dedilər ki, bizə dəlil gətir, sübut gətir ki, Qur'an möcüzədir. O dedi, Qur'anın bir bala qardaşı vardı, adı Nəhcül Bəlağədir. Siz görün, hələ bunun tayını gətirə bilirsiniz, ondan sonra gəlin nə qeyrin, Qur'anın üstə danışaq. Yəni, Nəhcül Bəlağənin tayın vaqəin gətirmək olmaz, gətirənməyiblər də tarix boyu ki, Nəhcül Bəlağənin tayın gətirələr. Yəni, bu sözü addi adam demir. Bir var, mən məsələn, saxtıban bu binanın möhkəm olub olmamağına nəzər verəm, xub deyirsiniz, bunun başı çıxmır ki. Vəli bir adam ki, bu riştədədir, mühəndisdir. O deyə, bu çox ali binadır. Bu, onun ərzişi vardı. Mr. Kernikoy özü ədibdir. Ədəbiyyat və qrammatika ustadıdır. Özü də hindidir. O mühüm danışqahda. Əli Nəgər mühüm danışqahlarındandır. O nəzər verir. Ya məsələn, George Jordaq xristiyandır. Və o da ədəbiyyat ərəbdə də var idi, hüquqda da. Özü hüquqdandır, vəkildir. O Nəhcül Bəlağədən deyil. O deyil, mən çox cəlibdir və biz gərək bağışlayırız bu sözü deyəm, özümə deyəm. Ölüb, ərib, yerə gərək girək. Deyil, haçan deyib özlərlə 20-30 il qabaq. Deyil, 200 dəfə mən Nəhcül Bəlağəni oxumuşum. Bizim əlan şiələr ki, özümüzü yapışdırıyor Həzrəti Əliyə, bir dövr Nəhcül Bəlağəni oxuyan, bilməyəm neçə faizdir. Bəli, fikir eləyən bir 10% çətin olur. Bir dövr, hala biz iddiamız budur, Həzrəti Əlinin müridi yox, Həzrəti Əlinin şiəsi yox. Qəbul ediyor ki, bu fövqəladə sözdür. Bir dövr oxumamışıq, 200 dövr o vaxt deyib. İndiyəcək şayət qətən artıb da, çox artıb. Ələn, əlbəttə, əlan bilməyəm, diridir ya yox, vəli
Məsələn, bir 20 il zad qabaq diriydi, gəlmişdi Quma. 200 dəfə Nəhcül Bəlağəni. Calibdir. Bu sözü görünə ali sözdür. Kitabının, o Nəhcül Bəlağa kitabının dalında bu sözü yazıb. Ey Əli, istəyəm deyəm sən Məsihdən yuxarısan, dinim icazə vermir. İstəyəm deyəm ki, Məsih səndən yuxarıdır, vicdanım icazə vermir. Deməyəm Allahsan, amma özün de mənə ki, sən nəsən. Əlini bu tanıyıb, Nəhcül Bəlağəni bu tanıyıbdır. İstəyəm deyəm, Məsih səndən yuxarıdır, sən Məsihdən yuxarısan, dinim qoymur. Məsih səndən yuxarıdır, görürəm insafdır, bir vicdanlıqdır, vicdanım icazə vermir. Allah deməyəm Allahsan, vəli, yəni yer yoxsaydı deyərdim Allahsan, vəli özün de nəsən. O Nəhcül Bəlağənin üstə işləyib, onun kitab yazıb Savtul Ədalətül İnsaniyə, insanlıq, bəşəriyyət ədalətinin səsi. O zaman Ayətullah Uzma buruc verdi, dəstur verdi ki, o kitabı Farsi dilinə döndərələr. Nersisyan Məsihlərdəndir. Ayı Şəhristani ilə Bəğdadda danışıymışlar da. Orada o Nersisyan deyib ki, əgər bu Əli indi gələydi, o coşan dənizi ilə Kufə məscidində danışıydı, görərdiniz necə Kufə məscidi bu qərbilərlə, qərb adamları ilə, Amerika, Avropa bunlarla dalqalanı və mövc vuruyordu. Bunu sadə adamlar demir, onlar ki şəxsiyyətdir. Şəkib Ərsəlan ən güclü danışanlardandır. O qədər güclü ki, ona deyərdilər əmir-i bəyan, əmir-i danışığın şahı. Bu cür güclüydü. Ona bir məclis qurmuşdular ki, onu təclil eləyələr. Orada o adam ki məclisi aparırdı, orada gedək danışay, deyək ki, dünyada 2 nəfərdir ki, onlara demək olar danışıq bəyan şahı. Biri Şəkib Ərsalan, biri də Əli Əleyhisselam. Bu çox əsəbaniyyətlə durey gedib Bilənqunun dalına, deyir ki, bu söz nədir deyirsən? Mən Əlinin başmağının ipi olan mərəm. O bili, o ki əmir-i bəyandır, özü danışığın sultanıdır, şahıdır, o bili Əli kimdir? Mərhum dedim, İbn Əbil Hədid sünnidir, Mu'təzilidir. Nəhcül Bəlağəni şərhləyib. Nəhcül Bəlağənin ən yaxşı şərhlərindən biri ki, tozih verib sözlərin Həzrətün İbn Əbil Hədiddir. İbn Əbil Hədid deyib, dünyada nə mənə güclü yazan var, danışan var, Həzrəti Əlidən və Nəhcül Bəlağədən öyrənibdir. Və deyir, bu iki Həzrəti Əlinin 10% ya 20% sözlərindən fəqət pəxş olubdur, yazılıbdır, bizim əlimizdədir. Həzrəti Peyğəmbərin, sahabələrin içindən heç kəs də belə bir şey görsənməyibdir. Bayın ki, sahabənin içində o deyir. Bayın ki, sahabənin içində çox güclü, nəttaq adamlar var idi, fəsih adamlar var idi. Vəli yoxdur. Əgər var, siz axtarın tapın. Bir naməsi var Həzrəti Əli Əleyhisselamın Əbdullah ibn Məs'uda. Orada Həzrət o naməni ki yazıbdır, mərhum İbn Əbil Hədiddir. O naməni oxuyub, İbn Əbil Hədiddir. Deyir, fəsahətə bax.
öz noktasın, nokta deyirsiniz o ki atın yapışırlar, çəkirlər. Fəsahətə bax, noktasını verib bir cavan əlinə. Ki nə cür istəyir onu yapar öyan bir yana. Bir cavan ki Məkkədə böyüyübdi. Heç həkim görməyib. Həkim yəni hikmət elmi, ya nə bu dühdür. Hikmət fəlsəfə alimi. Hikmət fəlsəfə alimi bu görməyib. Amma nəzəri hikmətdə Əflatundan, Ərəstudan yuxarıdır. İbn Əbilhədid de ya. Nəzəri hikmətdə Əflatundan, Ərəstudan yuxarıdır və əməli hikmətdə Suqratdan yuxarı. Bu cavana bax, Məkkədə böyüyüb. Bir yer görməyib ki. Amma bu üstünlükdədir. Müfəssəldir, mən istəyəm tozih verəm. İbn Əbilhədid ki, Həzrəti Əli əleyhissalamın bir xutbəsi var. 221-ci xutbədir Nəhcül Bəlağədə ki, ayə-i şərifə ki var, Əl-Hakimut Təkasur hətta zurtumul məqabir, onu Həzrət şərh edir. İbn Əbilhədid deyir, mən 50 ildir, 50 il içində 1000 dəfədən artıq bunu oxumuşam. Bir sünni alim 1000 dəfədən artıq, hər dəfədə ki oxumuşam, mənim canımda əsər eləyibdir. Biz nə qədər aşınıyor. Mən vaqəən elə tamamı ciddinə ərz edirəm. Həzrəti Əlinin qabağına necə çıxacağıq biz? Ki biz Həzrəti Əlinin sözləri ilə aşina deyirik, bilmirik Həzrəti Əlinin sözləri nədir? Ta hələ sonra görək əməl eləyəcəyik, eləməyəcəyik. Qərbilər əlan, Avropa, Amerika, bunlar bizdən qabaqdır bu cəhətdə. Biz Qumda bir tələbəmiz var idi, Almaniyadan gəlmişdi. Deyildi, mən tələbəliyə gəlməmiş, Hozə tələbəliyinə, tələbəliyə gəlməmiş, Almaniyada getdim, istəydim gedəm universitetə. Gəzirdim ki, harada məsələn nə var, nə dərslər gərək imtahan verəm. Getdim universitetə, o kitablar gərək imtahan verilə, tavalid olasa, onları baxıydım. Gördüm onların içində Nəhcül Bəlağə. Almaniyada universitetə qəbul olmağa Nəhcül Bəlağə gərək imtahan verəsən. Ay Haşimyan bir seyyid-i buzurgəvardı. O deyir, mən getmişdim Fransaya iştiba eləməsəm. Orada getdik bir dənə kitabxanaya. Bu yerdəki kitabları saxlayırlar da. Kitabxanaya, orada bir böyük kitabxana idi, əzəmətli. Avropada var belə kitabxanalar. Əzəmətli, otduq, danışdıq, elədik olanın o adamları ilə, rəisi ilə, zatla. Axırda dedim, bu kitabxanada ən yaxşı kitabınız nədir? Mənə gətir görsət. Çağırdı o adamın, bir şey yazdı, verdi, o getdi. Məsələn, 20 dəqiqədən sonra gəldi. Gördüm əlində Nəhcül Bəlağə. Yəni o milyonlar şayət kitabın içində, bilmirəm da nə qədər nüsxəsini bilmirəm. Eblə kitabın içində ən yaxşı kitab Nəhcül Bəlağə. Mən istəyəm şərh eləyəm da vaxtım icazə vermək, vəli gəlin Nəhcül Bəlağə ilə də barışaq. Nəhcül Bəlağə ilə qarışaq və vaxtimizin biyazını, indi gündə olmasa həftədə Nəhcül Bəlağə o sadə xutbələrini, Nəhcül Bəlağənin 3 bəxşidir. Bir xutbələrdir, bir namələrdir, bir hikmətlər. Xutbələr ərz olsun 240 dənə xutbədir, namələri 79 dənədir, hikmətləri də 480 dənə. O hikmətlərdən ki asandır, onlardan zatdan başlayaq, yavaş-yavaş mənus olaq, ta ruhumuz da yavaş-yavaş yaxınlaş Həzrəti Əlinin ruhuna. Pərverdigara bizi Həzrəti Əlinin düzgün şiələrindən qərar ver. Xudaya bizi maarif dinə aşina qərar ver. İlahi bizi Nəhcül Bəlağəyə, Nəhcül Bəlağədən qabaq Qur'ana aşina qərar ver. Biləxərə Qur'an, sünnət bahəmdilər. Belə də Qur'an oxuyaq deyək, Nəhcül Bəlağə istəm yox, onu oxuyaq deyək, bunu yox.
هر ikisi ilə. Xudaya bizi Qur'an و sünnətlə məhşur elə. Pərverdigara عاقبت امورimizi ختم به خیر اله. علمای اعلام مراجع زام رهبر معظم انقلاب طول عمر با عزت و عظمت عنایت اله. اموات شهدا اموات جمع حاضر روح امام راحل غریق رحمت قرار ver. پروردگارا مرزای اسلام مرزای منظور نظر جمعون خستələri şifای acil و kamil keramet elə. İlahi bu ayın ləhzələrindən, günlərindən, gecələrindən, məxsusən şəb-i qədrdən istifadə eləməyə bizlərə tövfiq inayət elə. Pərverdigara həvaic müminin و مؤمنات علی الخصوص حاجات bu cəm برآورده به خیر elə. به نبی محمد و آله صلوات.